2013-cü ilin durğun yaz günlərindən biri idi. Neftçalanın Yuxarı Qaramanlı kəndində balıq alveri ilə məşğul olan Aydın Heybətov üçün isə vəziyyət biraz fərqli idi. Qızı nişanlanmışdı, toyu olacaqdı, lakin həmin ərəfədə qohumlarından biri rəhmətə getmişdi. Aydın Heybətov toyun təxirə salınmasını istəsə də, onun yoldaşı Tükəzban Heybətova buna qarşı çıxır. Davamında isə bir neçə gün sonra toyun dəvətnamələri paylanılır. Toy öncəsi işlər qaydasında getsə də, ata Aydın Heybətov nədənsə gözə dəymir. Aydını soruşan olanda da oğlu Emil Heybətov deyir ki, atam Mahaçqalaya gedib toya qədər özünü çatdıracaq. Aydın Heybətovun atası Dəmir Heybətov, yəni toyu olacaq qızın babası deyir ki, qızın toyunu atasız eləmək olmaz. Bu zaman evin oğlu Emil deyir ki, atam mesaj yazıb, deyib ki, toyu yubatmayın, toyu eləyin, mən də özümü çatdıracam. Beləliklə toy olur, amma Aydın Heybətov toyda iştirak eləmir. Toyda deyirlər ki, yollar bağlanıb, sərhədi keçə bilməyib. Toydan sonra isə ailə kənddən Bakıya köçür. Ailədən qohumlar dəfələrlə Aydın Heybətovun nömrəsini istəsələr də, onlara cavab verilir ki, nömrəsini dəyişib və yeni nömrəsinə zəng çatmır. Beləliklə günlər keçir, aylar keçir. Hadisədən təxminən bir il sonra nəhayət səs sorağı gəlməyən Aydın Heybətovun atası Dəmir Heybətov polisə oğlunun itkin düşməsi ilə bağlı məlumat verir. Təəssüf ki, ata bu hadisəyə biraz gec reaksiya verir. Çünki polis işə qarışanda həmin hadisənin cinayətkarları artıq başqa bir cinayətə törətmişdilər. İkinci cinayət nədən ibarətdir? Buna biraz sonra qayıdacağıq. Hələlik isə balıqçı Aydın Heybətovu axtarırıq. Polis bu barədə məlumat aldıqdan sonra təbii ki, ilk olaraq Aydın Heybətovun ailəsi dindirilir. Arvadı Tükəzban, oğlu Emil və qızı. Onlar əvvəlcə məsələdən yayınmağa çalışırlar. Onlara verilən dəqiq suallardan biri də bu olur ki, əgər siz atanızı son dəfə 2013-cü ilin aprel ayında görmüsünüzsə, bu qədər müddət ərzində niyə atanızın yoxluğu sizi narahat eləməyib? Niyə bugünə qədər polisə müraciət eləməmisiniz? Yalnız bir il keçəndən sonra polisə müraciət olunub. Təbii ki, müstəntiqin sərrast sualları məsələni aydınlaşdırmağa başlayır. Bu sərrast suallar qarşısında ailə aciz qalmağa başlayır və nəticədə Azərbaycan kriminologiya tarixinə düşən ən dəhşətli cinayətlərdən biri etiraf olunmağa başlayır. Bu yerdə həssas tamaşaçılarımızın hazırlıqlı olmasını təklif edirik. Aydın Heybətov hardadır? Bu suala cavab axtarmaq üçün qayıtmalıyıq bir il əvvələ. Hansı ki, nişanlı qızın toyu ərəfəsində qohumlardan biri rəhmətə getmişdi. Həmin ərəfələrdə Heybətovların ailəsində mütəmadi ailə-daxili problemlər olurmuş. Evin qadını Tükəzban Heybətovun ifadəsinə görə Aydın tez-tez içir, başqa qadınlarla münasibət qurur və ailəyə əziyyət verirmiş. Son konflikt isə toyun tarixi ilə bağlı olur. Aydın qohumunun vəfatı ilə bağlı toyun təxirə salınmasını istəsə də, Tükəzban bununla razılaşmır və bu bardağın son damlası tamamlanır. Ana oğluna pul verir ki, gedib qonşu kənddən tüfəng alsın. Emil tüfəng alır. Oğlu Bakıda yaşadığından hadisə baş verən gün, yəni aprelin 19-u, anası Emilə zəng edərək onu çağırır, deyir ki, atam bugün evə gələcək, gəl. Emil də kəndə gəlir və atası ilə əvvəlcə yeyib içirlər. Spirtli içki qəbul etdikdən sonra aralarında ya əvvəldən düşünülmüş, planlaşdırılmış, ya da təbii axarında baş vermiş bir mübahisə yaranır. Mübahisədən sonra ata Aydın Heybətov yataq otağına keçir, uzanır. Oğlu isə tüfəngi götürərək atasının otağına daxil olur. Onu görən Aydın ayağa qalxır. Bu zaman oğul səndən daha bezmişik deyib atasının sinəsinə 2 dəfə atəş açır. Atəş səslərindən sonra evin qızı da yuxarı mərtəbədən 1-ci mərtəbəyə enir və hadisəyi görür. Bura qədər baş verənlər nə qədər amansız görünsə də, dəhşət bundan sonra başlayır. Ana və oğul atanın meyidini əvvəlcə
həyətdə əvvəlcədən hazırlanan qazılan quyunun yanına gətirirlər. Ardınca onun yatdığı qırmızı adyalı, döşəyi, yastığı, taxtı və tüfəngi quyuya atırlar. Və Aydın Heybətovun meyidini hissələrə ayıraraq ocağa əlavə edib yandırırlar. Ocaq söndükdən sonra Emil ocağın külünü və qalıqlarını təxminən 6-7 kisəyə yığaraq Kür çayına tökür. Daha sonra ana və bala quyunu torpaqla doldurur. İş bununla da bitmir. Hələ manqal məsələsi qarşıdadır. Beləliklə hadisənin üstündən aylar keçir. Mərhumun atası digər əzizləri şübhələnsə də az əvvəl təqdim etdiyimiz cavablarla onlar aldadılır. İş isə bununla bitmir təbii ki. Emil ifadəsində deyir ki, atasını öldürüb yandırdıqdan sonra məsələni örtbasdır etdiyi düşündüyü bir zamanda ortaya ayrı bir problem çıxır. Çünki bir şəxsin bu işdən xəbəri var idi. Bu da Yuxarı Qaramanlı kənd sakini, taksi sürücüsü Kamal Rüstəmov idi. Emil iddia edir ki, Kamal buna görə Emili dəfələrlə şantaj edib. Polisə deyəcəyi ilə bağlı hədələyərək ondan pul alıb. Növbəti şantaj zamanı isə Emil onu da yandırmağı düşünür. Lakin bu işi tək bacarmayacağını düşünərək qardaşı Amil Heybətovu, eyni zamanda əvvəllər tanıdığı Cavid Əliyev və Ruhid Şükürovu cinayətə cəlb edir. Cavid Əliyev taksi sürücüsü olan Kamal Rüstəmovun qapısını döyür. Sürücüdən onu Bakı taksilərinin yanına aparmağı xahiş edir. Daha sonra o Vaz 21011 markalı maşının qarşı oturacağında oturur. Pirəbbə kənd yolunun kənarından daha 2 nəfəri götürəcəklərini deyir. Maşına oturan 2 nəfərin Amil Heybətov və Emil Heybətov olduğunu görəndə sürücü bu hadisədən şübhələnir. Maşını saxlayaraq 2 qardaşın maşından düşməsini tələb edir. Bu zaman artıq arxada əyləşən qardaşlar kəndiri Kamalın boynuna salaraq onu boğur. Qarşı oturacaqda oturan Ruhid isə sürücünün ayaqlarını tutur. Sürücünü öldürdükdən sonra meyidi Ruhidin maşınının bagajına qoyurlar. 47 BB 421 nömrəli qırmızı 011 markalı maşının üstünə isə benzin tökərək onu yandırırlar. Meyidi Ruhidin Mercedesində Bakıya, Balaxanının 2-ci Mədən küçəsindəki Məlahət Qorçuyevaya məxsus kirayə qaldıqları evin həyətinə gətirirlər. Atasını yandırdıqdan sonra dırnaqarası təcrübə qazanan Emil sürücü Kamalın meyidini də əvvəlcə hissələrə bölür. Sonra meyidin hissələrini manqala yığaraq arasına odun parçaları və kömür qoyur. Üstünə benzin tökərək meyidi hissə-hissə yandırır. Külünün yarısını həyətə, bir hissəsini isə küçəyə atır. Bəli, artıq sizə bu iki cinayətin bir-birinə bağlılığı və bütün detalları bəlli oldu. Qaldı bircə ədalətin qərarı. Bu cinayət işinə 2017-ci ilin oktyabr ayında Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. 5 şəxsə hökm oxunub. Cinayətin arxasında duran əsas şəxs Emil Heybətov ömürlük, anası Tükəzban Heybətova 14 il, qardaşı Amil Heybətov 16 il 6 ay, tanışı Cavid Əliyev 14 il 6 ay, digər tanışı Ruhid Şükürov isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilir. Biz bu proqramda da digər verilişlərimizdə sadaladığımız faktın bir daha möhkəmləndiyini gördük. Cinayətkar zamanında yaxalanmadıqda o peşəkarlaşır və silsilə cinayətlər törətməyə başlayır və bu cinayətlərin bağlı qalacağı illüziyasına qapılaraq cəmiyyətə ziyan vurmaqda davam edir. Hər birinizin cinayətkarlardan və cinayətdən uzaq qalmaq arzusu ilə salamat qalın.